Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini elan edib. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38,4, xərcləri isə 41,5 milyard manat proqnozlaşdırılır. Bu ilin büdcə proqnozları ilə müqayisədə fiskal gəlirlərimiz 0,2, xərclərimiz 0,3% artacaq. 2026-cı ilin dövlət büdcəsinin kəsiri 3,1 milyard manat olacaq. Gəlir və xərclərə nisbətən büdcə kəsiri daha çox artacaq. Misyaz xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib. Gələnin hansı artımların olacağına gəldikdə isə mövcud qanunvericiliyə əsasən 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Bu 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. Bu xərclər büdcədə nəzərə alınacaq. Digər istiqamətlər üzrə mənzərə isə detal büdcə göstəricilərlə bağlı məlumatlar təqdim olunduqdan sonra aydın olacaq, deyə deputat qeyd edib. İlahə Qəmbərli, Təbriz Quliyev, Missiya TV.